525-ci qəzetin 10 iyul tarixli sayında dərc olunacaq yazılardan biri Tamil Lemzadənin şəhid general-mayor, milli qəhrəman Polad Həşimovun qızı Aybəniz Həşimova ilə apardığı maraqlı müsahibədir. Müsahibədə Aybəniz Həşimova atasını ilk növbədə qəhrəman generaldan əvvəl mehriban, qayğıkeş və nikbin bir ata kimi xatırlayır. O, uşaqlıq xatirələrindən, atasının ailədə yaratdığı isti mühitdən, verdiyi həyat dərslərindən, zəhmətsevərlik və çalışqanlıq haqqında nəsihətlərindən danışır. Müsahibədə Polad Həşimovun övladlarına münasibəti, kitablara və incəsənətə sevgisi, əsgərlərinə göstərdiyi qayğı, insanpərvərliyi və sadəliyi də diqqətə çatdırılır. Aybəniz Həşimova atasını itirdiyi günün ağır xatirələrini, onun yoxluğunu ən çox hiss etdiyi anları, qərar verərkən ata məsləhətinə duyduğu ehtiyacı və daxilində onunla davam edən səssiz söhbətlərini də bölüşür. O, atasının arzusunu gerçəkləşdirərək Azərbaycan Tibb Universitetinə qəbul olmasından, Polad Həşimovun irsini yaşatmağın həm böyük qürur, həm də məsuliyyət olmasından bəhs edir. Müsahibədə eyni zamanda Polad Həşimovun timsalında qəhrəmanlıq anlayışı, vətənə sədaqət, fədakarlıq, dürüstlük və gənclərə ötürdüyü mənəvi dəyərlər haqqında təsirli fikirlər də yer alır. Nigar Abbasova, 525-ci kanal. Salam cənab prezident, mən Həşimova Aybəniz, Azərbaycan Tibb Universitetinin 1-ci kurs tələbəsiyəm. Həm də milli qəhrəman Polad Həşimovun qızıyam. Biraz heyecanlıyam, üzr istəyirəm. Mən sizi görmə fürsətindən istifadə edərək şəhid ailələrinə göstərdiyiniz xüsusi diqqət və qayğı üçün sizə təşəkkür etmək istəyirəm. Sualım yoxdur. Çox sağ olun. Çox sağ ol. Sənə uğurlar arzulayıram. Əyləş. Polad Həşimov, milli qəhrəmanımız öz canını vətən uğrunda fəda etmişdir. Qəhrəmancasına həlak olmuşdur. Onun qisasını biz aldıq və döyüş meydanında aldıq və Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Mən onun bir hərbçi kimi fəaliyyətini çox yüksək qiymətləndirirdim. Mən şəxsən onu yüksək mükafatlarla təltif edirdim. Mən sevinirdim ki, Azərbaycan ordusunda belə peşəkar, vətənpərvər, yəni yeni nəslin nümayəndələri yetişir. Ona görə Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir sənin üçün, sənin yaxınları üçün ilk növbədə. Amma sən fəxr edə bilərsən ki, Polad kimi atan olub, var və əbədi yaşayacaq xalqımızın qəlbində.